Bugün sizinlə yeni istifadəsinə başlayacağım məhsulları bölüşmək istəyirəm. İlkin olaraq hədiyyələrdən başlamaq istədim. Qabları yumaq üçün 750 ml həcmində, böyük bir həcmdə olan məhsul mənə tamamilə ödənişsiz şəkildə gəlib. Paskirəç təmizləyici. Bu üründə həcmləri çox böyükdür. Həqiqətən də genel təmizlik ürünü, ümumi təmizlik üçün istifadə olunan bir məhsul. Bu məhsul da mənə hədiyyə gəlib. Banyo təmizləyici üçün belə bir məhsul götürdüm. Diş macunu götürmüşəm, fluorsuzlu papatya var tərkibində. Otaq təravətləndirici, soft bir qoxusu var. Qoxusuna baxdım, çox da bəyəndim. 400 ml böyük bir həcmdədir, qiymətcə də münasibdir. Eşək südü sabunu çox maraqlı gəlirdi mənə, alıb sınamaq istədim. Həmçinin sabunun forması da mənə maraqlı gəldi. Saç baxım yağı. Bu məhsulu da sınadıqdan sonra fikirlərimi bölüşəcəm. Tər önləyicilər götürmüşdüm bir neçə ədəd. Həm xanımlar, həm bəylər üçün. Qarşıdan yaz-yay fəsli olduğu üçün düşünürəm ki, tələbatlı məhsullardır və gördüyünüz kimi məhsullarımın hər biri çox gözəl